Hərbi xidmətin müddəti azaldılacaq. Gündəm xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bu barədə video paylaşım edib. Paşinyan özünün Telegram kanalında yerləşdirdiyi videoda bildirib ki, 2026-cı ilin 1 yanvarından etibarən ölkədə hərbi xidmət müddəti azaldılacaq. Əvvəlcə bu reqlamentin 2026-cı ilin yay çağırışından qüvvəyə minməsi nəzərdə tutulurdu. Bugün mən Müdafiə naziri ilə, ötən iclasda isə deputat həmkarlarımla müzakirə apardım və qərara gəldim ki, qanun daha tez 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin. Yəni 2 il əvəzinə il yarım olacaq. Nikol Paşinyan bildirib. Onun paylaşımı böyük rezonansa səbəb olub və çoxsaylı şərhlərdə isə alqışlanıb. Beləliklə gələn ildən etibarən erməni gənclər 2 il deyil, 1 il 6 ay hərbi xidmət keçəcək. Rəsmi İrəvan bu qərarı bölgədə təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə əsaslandırıb. Bundan əvvəl isə Ermənistan hökuməti 2021-ci ildən bəri ilk dəfə hərbi xərcləri azaltmağa qərar verib. Belə ki, gələn il üçün 2025-ci illə müqayisədə müdafiə büdcəsi $260 milyon azalıb.